ADA Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik Fakültəsinin tələbələri 2025-ci ilin 15-17 dekabr tarixlərində keçirilən 50-ci ICPC Beynəlxalq Universitetlər Arası Proqramlaşdırma müsabiqəsinin yarım finalında yüksək nəticə göstərərək finala vəsiqə qazanıblar. Biz də bu nüfuzlu yarışın qalibi olan gənclərlə uğurları barədə həmsöhbət olduq. Bundan əvvəl məktəb vaxtında Respublika fənn olimpiadalarında iştirak etmişdim və əlavə olaraq beynəlxalq olimpiadalarda da iştirak eləmişəm. Mərkəzi Avropa Olimpiyadasında birinci medalım var. ISO Zətnikov adlı olimpiyadada birinci medal qazanmışam. Yəni bir neçə bundan əvvəl beynəlxalq uğurlarım var. Məktəb vaxtı belə Respublika fənn olimpiadalarında iştirak eləmişəm, amma beynəlxalq olimpiyadada ilk dəfə idi iştirak edirdim universitetə girəndən sonra. Mən məktəb vaxtında zaten olimpiyada ilə məşğul olurdum və universitetə qoşulandan sonra da fikirləşdim ki, ICPC yarışına qoşulum. Olimpiyadanın davam nəzrim. Mən qardaşımla bir yerdə dedik ki, komanda quraq və Nizat da universitetdə güclü proqramlaşdırma bilənlərdən biri olduğuna görə bir yerdə komanda qurmaq qərarına gəldik. Məncə uğurlu alındı ki, finala çıxa bilmişik. Artıq 3 ildir ICPC yarışında iştirak edirəm. ICPC yarışı komanda yarışıdır, 3 nəfərlik yarışdır. Düzün desəm, biz aylarla hazırlaşdıq, hardasa 4-5 ay hazırlaşmışıq finala çıxmaq üçün. Çox gözlənilməz hiss idi əslində, çünki əlbəttə çox çətindir finala çıxmaq. Azərbaycan tarixində çox az universitetlər çıxa bilib ICPC finalına. Yəni çox xoşbəxtəm məncə. Hazırlıq prosesi bizdə həftədə uşaqlarla yığışıb yarışlara qoşulurduq. Vaxt tapmaq çətin idi. Çünki 5 saat çox vaxtdır və həftə 3 dəfə. Və dərslərimiz də var idi, universitet dərsləri, ona da fokuslanmalıydıq. Biraz çətin oldu, amma axırı yaxşı oldu. Bu cür yarışın finalçısı olmaq əslində çox yaxşı hissdir. Ümid edirəm, yaxşı olar nəticəmiz. Bizim tariximizdə 67-ci dəqiqədə 300 dəqiqə oyun gedir, 5 saat. 67-ci dəqiqədə Azərbaycan komandası 8-ci yerdə dururdu, 324 komanda arasında. Təbii ki, yəni sevincin, belə deyək, həddi hüdudu yox idi və 8-ci yerdə olmaq düzdür, onun bir mənfi cəhəti oldu. Uşaqların dediyinə görə dayandıq. Dayandıq, biz artıq finaldayıq düşüncəsi ilə. Çünki bir saat ərzində 5 məsələ həll eləmək, bu ən güclü komandalar bunu bacardı. Evet, orada bir saat itirdilər. Yəni, təcrübə, hər şeyin başında təcrübə durur. Və bu psixolojik stres məsələsi var. Bir saat sonra özlərinə gəldilər və ondan sonra 2 məsələ də həll elədilər və bu belə məsələdir finala çıxmaları. Final haqqında, finala çıxmamız haqqında məlumat bir qədər ləngidi, 3 həftədən sonra bilindi. Amma artıq biz finaldayıq və indən sonra bir başqa səviyyə başlayır. Biz artıq tək universiteti deyil, biz Azərbaycanı təmsil edirik. Vacib olan nöqtə odur. Sən ölkəni təmsil edirsən. Bu başqa finalın havası bambaşqa olur. Sahib bir dəfə finalda çıxış edib keçən il və final nə olduğunu hər kəsdən yaxşı bilir. Yəni bəlkə finalda olmasa 8 məsələ həll eləyərsən, finala gələndə eyni məsələləri görsən 5-ni həll eləyirsən. Çox fərqli bir hava, mühit var. Çünki sənin yanında eyni bir böyük bir zalın içində dünyanın ən irəlidə gedən universitetlərin komandalarıdır. 5 məsələ ilə kifayətlənmirik. Səhv eləmirəm ki, kifayətlənmirik, deyilmi? Yəni, vacib olan budur. Vacib olan gənclər kifayətlənməsin. Vacib olan hiss eləsinlər ki, biz nədən də olmasın, medal da qazana bilərik. İnanın, 5 il bundan öncə rüyama belə girməzdi. Çoxumuzun ki, biz finalda olacağıq. Final bizim üçün başqa bir planet sayılırdı. Amma biz deyirik finaldayıq. İndi deyirik, biz finaldayıqsa niyə də medal da olsun da. 24-cü ildə 4 məsələ, 25-ci ildə 5 məsələ. İndi də inanın 7 məsələ eləsə finala çıxarıq. 7-ni yarım finalda elədik, finalda da yayın eləyərik. Ümidimiz odur. Təbii ki, çalışmaq lazımdır. Yəni, böyük bir işlər gözləyir bu ildə. Gənclərə sözüm budur ki, həmişə özünüzün üstündə çalışmağa davam etmək lazımdır. Heç vaxt geri qalmamaq lazımdır. Və hal-hazırda arzularımdan biri xarici universitetlərdən birinə qəbul olmaqdır. Bütün gəncləri 2 fevral Gənclər Günü münasibətilə təbrik edirəm. Bütün gənclərə təhsil həyatında uğurlar arzulayıram. Gənclərimizə səbirlə irəli getmək
Və bir şeyi unutmasınlar ki, bu milli identifikasiya var. Sən haranı təmsil edirsən, hansı ölkəni, hansı xalqı təmsil edirsən. Ən vacib şeylərdən birisi. Mən Azərbaycanı təmsil edirəm və mən Azərbaycanı tanıdacağam. Və bizim bütün nailiyyətlərimiz Azərbaycana gəlir. Müsbət də, mənfi də. Müsbəti nəzərə alaq.